Baş nazir Əli Əsədovun sədrliyi ilə 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası və böyük qayıdışa dair ikinci dövlət proqramının hazırlanması ilə bağlı yaradılmış komissiyanın ilk iclası keçirilib. 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi üçün bugünədək dövlət büdcəsindən 7 milyard manat vəsait ayrılıb. Nəzərdə tutulmuş tapşırıqlar təqribən 78% səviyyəsində icra olunub. Böyük qayıdışa dair birinci dövlət proqramının ümumi icra faizi təqribən 79%. Azad olunmuş ərazilərin bərpası üçün 2025-ci ildə daxil olmaqla 21,6 milyard manat vəsait ayrılıb. Azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanmış əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunub. Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir bərpası həyata keçirilir. 21 yaşayış məntəqəsinin isə təməli qoyulub. İclasda komissiyanın iş reqlamenti müəyyənləşdirildi. Görüləcək işlər və yaxın perspektivdə atılacaq addımlarla bağlı müzakirə aparıldı. Prezidentin sərəncamlarının irəli gələn tapşırıqların maksimum səmərə və keyfiyyətlə vaxtında icra olunması, alt işçi qrupların iclaslarının ayda bir dəfədən az olmayaraq keçirilməsi mütəmadi olaraq işin gedişi haqqında məlumat verilməsi tapşırıldı. İclasa strategiya və dövlət proqramının hazırlanması və yekunlaşdırılması üzrə konkret vaxt müəyyənləşdirildi. Baş nazir Əli Əsədov qeyd etdi ki, strategiya və dövlət proqramı hazırlanarkən mövcud maliyyə imkanları nəzərə alınmalı, hədəflərin realizasiyası üçün nəzərdə tutulan tədbirlər real, dəqiq və ölçülə bilən indikatorlara söykənməli. Strategiya və dövlət proqramı hazırlanarkən digər aidiyyatı sənədlər və birinci dövlət proqramında nəzərdə tutulan daha sonraki müddətə optimallaşdırılan layihələr nəzərə alınmalıdır. Baş nazir vurğulayıb ki, strategiyadan və dövlət proqramından irəli gələn konseptual məsələlərin və yekun layihələrin mərhələlərindən İqtisadi Şurada da müzakirəsi nəzərdə tutulur.